mən ondan ya zəif oxuyanam, ya nətər belə bir şey. Artıq oxuyuram ki, aşağı oxumuram. Oxumaqdan gedir söhbət. Artıq oxuyuram ki, aşağı oxumuram. Vasif Məhrəmli bugün Respublikanın əməkdar artistidir. Dünənki uşaq YouTube'da çıxıb da mahnı ilə, nə bilim, gitara çalıb da bugün gündəmə gələn özünü sənətkar hesab. Siz hələ də pul verib efirə çıxırsınız, yadınızdan çıxır. Yox, Vasif sənətkardır. Siz Vasifin ağlı yoxdur ki, dostumdur deyirəm. Ki, Vasif zəng vurub demir ki, sən kimsən vəbşi mən müzakirə edirsən? Ola bilər insanın. Ağları yoxdur, bu müğənnilərin icazə verirlər. Gör hansısa bir, bu nə deməkdir ki, dünənki uşaq çıxır əməkdar arır. Sabah bir şehirdən çıxıb çıxatır edir. Nə sevgi şairəsi, sevgi şairi. Elə şey olar. Siz başa düşün ki, o insanlar, siz göndər sözlə səhifələrə, o insanları, yalnız TikTok'un o 3 manatlıq bəzi səhifələrində onlar havayı paylaşa bilərlər. Onlar necə ki, sizə pul verib çıxırlar. Gərək o səhifələrə pul versinlər ki, onlardan yazsınlar. Anlamırsınız?